Bazar sanki səni alladırmış kimi hiss etmisən. Qiymət bir istiqamətdə gedir, sən girirsən və bam, elə bil səni gözləyirmiş kimi dönür. Bəli, bu hissi hər trader yaşayıb. Amma bu xaosun içində bir ritm var. Fibonacci ritmi. Fibonacci korreksiyası bazarda haradan dönəcək sualına cavab verən ən güclü alətlərdən biridir. Bu səviyyələr 0382, 05, 0618 sadəcə rəqəm deyil. Onlar traderlər üçün dəqiq giriş zonaları, yəni bazarın nəfəs aldığı yerlərdir. Təsəvvür et, trend qalxır, sonra biraz geri çəkilir. Hamı panikada satır. Amma sən bilirsən, 0618 səviyyəsində səbirli olursan və oradan trend yenidən partlayır. Sən isə artıq içərdəsən. Bu təsadüf deyil. Fibonacci təbiətin öz qanunudur. Dəniz qabıqlarından tutmuş buludlara qədər hər yerdə bu nisbət var. Və bazar da təbiətin bir parçasıdır. O da eyni ritmlə hərəkət edir. Əgər Fibonacci səviyyələrini doğru oxumaq bacarsan, sən artıq bazara qarşı yox, bazarla birlikdə hərəkət edirsən. O zaman itkilər azalır, nəticələr isə artır. Unutma, Fibonacci səni möcüzə ilə zəngin etməyəcək, amma səni impulsiv qərarlardan xilas edəcək. Bu isə uzun müddətli qalibiyyətin başlanğıcıdır. Gəl indi real nümunələr üzərində Fibonacci-nin necə işlədiyinə baxaq. Biz bir şey bilməliyik. Hər bazarda baha və ucuz qiymət söhbəti var. Bu zonalar Fibonacci dalğaları üzrə premium və diskount adlanır. Premium yəni baha qiymət, diskount isə endirimli, yəni ucuz qiymət. Buradan biz belə qərara ala bilərik ki, qiymət yuxarı trenddə hərəkət edəndə biz maksimum ədalətli qiymətlə almağa çalışmalıyıq. Biz əgər baha qiymətdən alaraqsa, biz stop loss olacağıq. Yəni bu əməliyyatda itirəcəyik. Bəs Fibonacci zonaları burada bizə necə kömək edir? İlk öncə biz Fibonacci alətini seçməliyik. Əgər trend bizdə qalxandısa, biz aşağıdan yuxarı, yəni higher low-dan higher high-a qədər Fibonacci-mizi çəkməliyik. 0.5 zonası bizdə ədalətli qiymət olacaq. Əgər biz baxsaq, 0.5-in aşağısı bizdə diskount, yəni ucuz qiymət, endirimli qiymət, daha çox buy əməliyyatları üçün uyğundur. Premium zonası isə bizdə bahalı qiymətdir. Əgər biz satmaq istəyiriksə, yəni sell əməliyyatı açmaq istəyiriksə, bizim üçün uyğun olan zona premiumdur. Amma hal-hazırda yuxarı gedən trenddə bunu etməyi məsləhət görmürük. Təbii ki, yuxarı gedən trenddə biz almağa çalışmalıyıq. Almağa isə biz 0.5 zonası daxil olmaqla ondan aşağıdakı zonalara çalışmalıyıq. Çünki bu bizim üçün endirimli qiymət olacaq. Eyni ilə bu qaydada biz Fibonacci-mizi digər dalğalara da çəkə bilərik. Məsələn, korreksiyadan sonra qiymət yuxarı trendə davam elədi və bizdə higher high əmələ gəldi. Higher high korreksiya verməyə başlayandan sonra biz Fibonacci-mizi yenidən çəkib və qiymətin lazım olan səviyyəyə gəldiyində oradan alış edə bilərik. Yəni, hal-hazırda qiymət 0.5 zonasındadır və qiymət bizim üçün buy əməliyyatı açmaq üçün sərfəlidir. Yox, əgər qiymət bu zonadadırsa, qiymət premium zonasındadır və bizim üçün o hal-hazırda bahadır. Gəlin digər nümunəyə baxaq. Deyək ki, bazar aşağı doğru hərəkət edir. Bu zamanda eyni qaydada. Artıq biz Fibonacci səviyyələrimizi yuxarıdan aşağı çəkməliyik. Son lower high-dan lower low-ya qədər məsafə. Qiymət 0.5 zonasındadır, yəni premiumdadır. Premium zonada bizə sell əməliyyatları açmaq lazımdır, yəni qiymət satmaq üçün çox əlverişlidir. Və hal-hazırda biz bu səviyyələrdən artıq sell əməliyyatlarına nəzər yetirə bilərik. Gəlin real qrafikdə bu hissələrə nəzər yetirək. Bizdə yuxarı trend gedir. Bizdə trend buradan başlayıb.
Və əgər biz Fibonacci səviyyələrini buradan bura qədər çəksək, görə bilərik ki, qiymət tam olaraq 0.5-in aşağısında, yəni diskount zonada yerləşir. Bu isə endirimli qiymətdir. Bu zonadan artıq biz buy əməliyyatlarına nəzər yetirə bilərik. Trendin davamında isə son impulsdan son səviyyəyə qədər olan yer. Yenidən biz görürük ki, qiymət 0.5-in aşağısındadır, yəni endirimli qiymətdir. Buy əməliyyatlarına üstünlük vermək olar. Eləcə də əks istiqamətdə olan qiymətdə. Məsələn, burada bizdə aşağı trend başlayıb, qiymət qırılıb və yeni trend formalaşdırıb. Gəlin hal-hazırda buradan baxaq. Burada artıq biz Fibonacci səviyyələrini yuxarıdan aşağıya çəkəcəyik. Və yuxarıdan aşağı çəkəndə biz görürük ki, qiymət 0.5 zonasından korreksiya verərək geri qayıdıb. Və trendin davamında növbəti impulsda yenə də biz eyni şeyi görürük. Yəni, lower high-dan lower low-ya qədər olan məsafə bizdə tam olaraq 0.5 zonasıdır. Yəni, qiymət hal-hazırda premium zonasındadır. Qiymət satış üçün əlverişlidir. Premium diskount zonalarını real həyatda da tətbiq etmək lazımdır. Biz maksimum çalışmalıyıq ki, ucuz qiymətdən alıb baha qiymətə sataq. Baha qiymətdən alıb ucuz qiymətə satmalı deyilik. Bazarın prinsipi də budur. Deyək ki, qiymət yuxarı hərəkət eləyirdi, burada isə bizdə qırılma baş verdi və qiymət hal-hazırda geri korreksiyaya yeni başlayır. Çünki bu qiymət aşağı getməyincə biz bilə bilmərik ki, bu minimum hara kimi davam edəcək. Ona görə də korreksiya başlayandan sonra biz artıq Fibonacci səviyyələrimizi yuxarıdan aşağıya çəkirik və qiymət artıq bu zonalarda hərəkət etdikdə, yəni premium zonada qiymət bizə satmaq üçün uyğundur, yəni sell əməliyyatları üçün. Bugünkü videodan bu qədər dostlar, ümidvaram ki, videonu bəyəndiniz. Kanala abunə olub like qoymağı unutmayın. Növbəti dərsimizdə görüşərik.